Çıxma olmur. Amma ki bu uzaq yolu möhtərəm prezidentimizin göstərişi ilə təcili surətdə, yüksək səviyyədə, çox yüksək səviyyədə qayğımızı çəkib gətirib bizi Bakıya çıxartdılar. Allah prezidentimizi qorusun, Mehriban xanımı qorusun. Onların sayəsində bugünkü gündə biz çox yüksək səviyyədə gəlib öz vətənimizə çıxdıq. Bir də olan səfirliyinə, Dubayda konsulluğuna, sonra Azala, hər kəsin kimin ki əziyyəti və bunu hamısını təşkil edən və sizə deyim çox səviyyəli, hər şey qəşəng idi. Neçə gün oradaydınız? Sonra yaşayırdınız yoxsa səfər eləmişdiniz? Yo, mən orada çalışıram. Mama ilə gəldim, mamanı gətirdim. Yəni söz yoxdur. Həmişə birlik olsun, həmişə belə hər şey belə operativ şəkildə təşkil olsun.